Olimpiya Komitəsi Elm və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi OSEP layihəsi çərçivəsində təşkil olunan növbəti tədbir 189-190 nömrəli tam orta məktəbdə baş tutub. 189-190 nömrəli tam orta məktəbdə Bakı 2015 Avropa oyunlarının 10 illik yubileyinə həsr olunmuş Şən Startlar məktəblər arası idman yarışı keçirilib. Tədbir Azərbaycan Milli Olimpiya Komitəsi tərəfindən Avropa Olimpiya Komitələrinin dəstəyi ilə təşkil olunan yubiley tədbirləri çərçivəsində reallaşıb. Tədbirdə Olimpiya çempionu Nazim Hüseynov, Milli Olimpiya Komitəsinin əməkdaşları, məktəbin direktoru Fayaz Hüseynov iştirak ediblər. Çıxış edənlər məktəblilərin olimpiya hərəkatına marağını və sağlam həyat tərzinə bağlılığını yüksək qiymətləndirərək Bakı 2015 Avropa oyunlarının yaratdığı ruhun gənclər arasında davam etdirilməsinin önəmini vurğulayıblar. Şagirdlərə uğurlar arzulanıb, olimpiya dəyərlərinin hörmət, dostluq və əzmkarlığın gələcək nəsillər üçün ilham mənbəyi olduğu qeyd edilib. Bu gün çox xoşbəxt ölkədə yaşayırıq. 2015-ci İlk Avropa oyunları 15-ci ildə keçib, bu 10 il yubileyi qeyd edirik. Bu bizim yeniyetmə balalarımız üçün, məktəblilər üçün o stimuldur. Gələcəkdə mən ümidvaram ki, bizim yeniyetmələrimiz həm idmanda, həm təhsildə, həm mədəniyyətdə yaxşı nəticələr bizi qıraqda bizi təmsil edəcəklər, vətənimizi, bayrağımızı ucaldacaqlar. Allah bizim yeniyetmələrimizi qorusun. Yarışa 7 nömrəli, 189-190 nömrəli və 2 nömrəli tam orta məktəblərin şagirdləri qatılıb. Birinci Avropa oyunlarının keçirilməsindən artıq 10 il ötür. Bu Avropa oyunları Azərbaycanı bütün idman arenasına tanıtdıran bir oyunlar olmuşdu və Milli Olimpiya Komitəsi bu münasibətlə silsilə tədbirlər keçirir. Bunlardan biri də ki, Şən Startlar yarışmasıdır, hansı ki məktəblər arası keçirilir. Beləliklə biz Avropa oyunlarının ruhunu yaşadırıq məktəblilər arasında. Düşünürük ki, məktəblər arasında da dostluq, birlik və əzmkarlıq kimi dəyərlər bu vasitə ilə təbliğ və təşviq olunacaqdır. Bütün uşaqlara, məktəblilərə öz uğurlarımızı arzulayırıq, təşəkkür edirik. Respublika İnsənət Gimnaziyasının şagirdlərinin təqdim etdiyi musiqi nömrəsi tədbirə bayram ab-havası aşılayıb. (189-190 nömrəli məktəbin şagirdlərinin rəqs kompozisiyası da maraqla qarşılanıb. Şən Startlar yarışının keçirilməsində məqsəd uşaqlarda komanda ruhunu, ədalətli oyunu və olimpiya dəyərlərini təşviq etmək, həmçinin Bakı 2015 Avropa oyunlarının ruhunu yenidən canlandırmaq olub. Burada çox gözəl yarışlar keçirilir və bu yenidən keçirilməsinə də çox şad olaram. Neçənci yer oldunuz? 1. Oyunlar çox maraqlı keçdi, bizi əyləndirdi. Digər komandalara da uğurlar. Mənə çox xoşuma gəldi. Dünəndən həyəcanlı idim ki, sabah gələcəm, oynayacağıq, əylənəcəyik, hər şey əla olacaq. Qəşəng idi, çox xoşuma gəldi. Bu yarış məni çox sevindirdi, çox həyəcanlandırdı, çox qəşəng keçdi. Tədbirlər də, oyunlar da çox maraqlı keçdi, çox bizi əyləndirdi, çox qəşəng oldu. Hədiyyələr də çox gözəl idi. Çox sağ olun. Tədbirin sonunda bütün iştirakçı komandalar sertifikat və mükafatlarla təltif olunublar.